nişan mərasimindən deyirlər ki, toy eləmisiniz. Bax, bununla bağlı sizin fikirlər. Yox, toy eləməmişdik. Sadəcə hə cavab veriləndə o da gəldilər ki, belə hamısı oturmuşdu. Elə belə 4-5 6 nəfər adam var idi. Vəsib. Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb. Teleqrafa istinadən xəbər veririk ki, Nailə Əsgərova açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib. Sadəcə hə mərasimi keçirilirdi, toy və nişan olmayıb, ailə quracağım bəylə dağda tanış olmuşam. Anası, atası da bilirdi, hə almağa gəlmişdilər, o da baş tutmadı. Nailə Əsgərova oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib. Qeyd elədiyim kimi, hə almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatana dək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı. Nailə Əsgərova həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib. Dağda tanış olmuşduq özümüz. Dağda tanış olduq. O da anası, atası da görüb, özü də görüb. O da gəlib cavab almağa. Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. 6-cı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim. Qəbul eləmədilər. Dedilər, bu məktəbdə yer yoxdur. Oxuyurdum. Mahir Ələkbərovda oxuyurdum. 6-cı sinifdən çıxmışam. Özünüz görmüş. Səbəb nə idi çıxmış? Səbəb imkansızdı. Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü Tovuz rayonu sakini olan şagird qız Mahir Ələkbərov adına tam orta ümumi təhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bu barədə Qafqaz İnfoya Qazax Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən 23 yanvar 2023-cü il tarixində hüquq mühafizə orqanlarına rəsmi müraciət edilib. Hüquq mühafizə orqanlarından təhsil müəssisəsinə 13 fevral 2023-cü il tarixində daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib. Qeyd olunan tarixdən sonra isə şagirdin ailəsinin yeni ünvan üzrə hər hansı ümumi təhsil müəssisəsinə və ya müvafiq təhsil idarəsinə rəsmi müraciətinin olmadığı müəyyən edilib. Bu səbəbdən şagirdin təhsilini davam etdirməsinə nəzarəti təmin etmək mümkün olmayıb deyə məlumatda qeyd edilib.